Hər kəsə salam, kanalımıza xoş gəlmisiniz. Bugünkü videoda mən sizinlə uşaqların çox sevdiyi pankek reseptini asan üsulla evdə olan ərzaqlarla hazırlamasını bölüşürəm. Gəlin keçək hazırlanma qaydasına. Qaba 2 ədəd yumurta əlavə edirəm. Üzərindən 3 yemək qaşığı şəkər tozu əlavə edirəm və biraz qarışdırıram. Ardından bir bağlama vanilin əlavə edib yenidən qarışdırmağa davam edirəm. Sonra isə üzərinə 4 yemək qaşığı qaynar su əlavə edirəm. Yenidən qarışdırıram və üzərinə 4 yemək qaşığı duru yağ əlavə edirəm. Biraz da belə qarışdırdıqdan sonra üzərinə 1 stəkan ilıq süd əlavə edirəm. Ardından üzərinə stəkan yarım un əlavə edirəm. Bir bağlama qabartma tozu. Unu hissə-hissə əlavə edirəm və qarışdırıram. Sonda bir çimdik duz əlavə edib yenidən biraz qarışdırıram. Artıq xəmirimiz hazırdır. Xəmir bu qatılıqda olmalıdır. Hazır olan xəmiri Trendyoldan aldığım bu cihazın içərisinə əlavə edirəm. Qapağını örtüb, əvvəlcədən yaxşıca isitdiyim tavanın içərisinə xəmirdən əlavə edirəm. Bir-birindən biraz məsafəli şəkildə əlavə etmək lazımdır. Gördüyünüz kimi tavaya da heç bir yağ əlavə etmədim. Sadəcə əvvəldən yaxşıca isitmək lazımdır. Pankekləri orta ateşdə bişirirəm. Üzərləri göz-göz olduqda, videoda görürsünüz, bu cür olduqda artıq çevirirəm. Pankeklərin yaxşı bişməsi üçün tez-tez çevirirəm. Gördüyünüz kimi yerlərindən tərpədirəm ki, digər tərəfi də yaxşıca qızarsın. Gördüyünüz kimi pankeklərin hər iki üzü çox gözəl qızarıb. İndi isə bunları tavadan götürürəm və qalan xəmiri də eyni qayda ilə hazırlayıram. Soyması üçün mən bu cür telin üzərinə çıxardıram. Artıq hamısını hazırlamışam, hazırdır. Çox ləzzətli, yumuşaq pankeklər alınır. Hazır olan pankekləri qaba düzdüm. İndi isə zövqə görə üzərinə şokolad əridib əlavə edirəm. Siz də öz zövqünüzə görə hazırlayıb nuş edə bilərsiniz. İstəsəniz bu cür şokolad əlavə edə bilərsiniz üzərinə. İstəsəniz də içərisinə də əlavə edə bilərsiniz. Və yaxud da elə beləcə sadə də yemək çox ləzzətli alınır. Hazırlayan hər kəsə nuş olsun. Göz haqqınızı halal edin. Videom əgər xoşunuza gəldisə, kanala abunə deyilsinizsə abunə olub, videomu bəyənməyi unutmayın. İzlədiyiniz üçün hər birinizə çox təşəkkür edirəm. Sağ olun, var olun. Gələn videolarda görüşmək ümidi ilə.